Hörmətli mütəllim bəy, mən indi xəbərdə də tamaşaçılarımızın diqqətinə çatdırdım. Bəzi durci qruplar artıq deməli silahları mərkəzi hökumətə, daha dəqiq desək Daxili İşlər Nazirliyinə Suriyada təhvil verilməyə başlayıb və zaman ki bu söhbət indi ağır deməli silahlardan gedir, ağır çaplı, ancaq gedişatda Məhəmməd Seyid də belə bir açıqlama verdi ki, artıq yüngül çaplı silahların da yığımına başlanacaq. Nələr baş verir Suriyada və bu anlaşma həm də öz-özlüyündə hansı müsbət nəticələri gətirir? Əvvəla onu qeyd edeyim ki, Suriyada baş verən hadisələr bütün dünyanın diqqət mərkəzindədir və xüsusilə də Suriya hadisələrinə kənar müdaxilələr bugün olduqca çoxdur və biz bunu zaman-zaman müşahidə edirik. Baxmayaraq ki, Türkiyə bütün gücü ilə çalışır ki, Suriyada Bəşər Əsəd rejimindən sonra daxili sabitliyi təmin etsin. Ölkədə əhali artıq səfalət içindədir. Bir çox bölgələrdə içməli su, ərzaq çatışmamazlığı pik nöqtəsinə çatıb. Vətəndaş müharibəsi və qarşı durması insanların evinin dağılmasına və onların kütləvi şəkildə öz yaşayış məntəqələrini tərk etməsi ilə nəticələnib. Bununla belə Bəşər Əsədin hakimiyyətdən getməsindən sonra məcburi köçkünlər və qaçqınlar öz yurt yuvalarına qayıtmaqdadır və infrastruktur dağıldığına görə əhalinin sosial durumu həqiqətən bərbad bir vəziyyətdədir. Bununla belə yeni hökumət bir tərəfdən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində cəhdlər göstərməlidir. İkinci bir tərəfdən isə ölkədə daxili sabitliyi və əmin-amanlığı qorumalıdır. İki paralel və eyni zamanda çox ağır yük hazırda mövcud hakimiyyətin üzərindədir. Və biz nəzərə alsaq ki, mövcud hakimiyyət bundan əvvəl siyasi proseslərdə fəal iştirak eləməyib, idarə etmə təcrübəsi, dövlət idarə etmə təcrübəsi o qədər də çox deyil və biz açıq şəkildə görə bilərik ki, mövcud iqtidar kifayət qədər çətinliklər yaşamaqdadır. Amma bununla belə işi çətinləşdirən əsas məqam xarici müdaxilələrdir. Xüsusilə biz müşahidə edirik ki, İsrail tərəfi Suriyada əmin-amanlığın bərqərar olmasına heç cür razı deyil. Məsələ bundadır ki, Suriyada sabitliyin təminatında Türkiyə mühüm rol oynamaqdadır və İsrailin baş naziri Netanyahu'nun aprelin əvvəllərində Birləşmiş Ştatlara səfəri zamanı da bu məsələni qaldırmışdı və Suriyada hərbi əməliyyatlar keçirmək və Suriyanın bir hissəsinə İsrailin nəzarəti haqqında məsələ qaldırmışdı. Və çox yaxşı haldır ki, Trump beynəlxalq ictimaiyyətin gözü qarşısında mediada Netanyahu'nun bu cəhdlərinin qarşısını aldı və Türkiyə Cumhuriyyətinin prezidenti Erdoğan'ın ünvanına xoş sözlər, ifadələr işlətməkdən çəkinmədi. Bu da onu göstərir ki, İsrail vaxtaşırı olaraq öz sərhədlərində, Suriya sərhədlərində qoşun toplaması, hətta müəyyən xırda və kiçik həcmli hərbi əməliyyatlar aparması da sübut edir ki, ölkəyə xarici müdaxilə çoxdur və bundan əvvəl Suriyanın şimalında Ələvilərlə Sünnilər arasında, yəni hakimiyyət qruplaşmaları arasında çıxan qarşıdurma da xarici müdaxilə nəticəsində baş vermişdir və Türkiyənin dərhal reaksiyası nəticəsində bir gün ərzində həmin qarşıdurma dayandırıldı və bir anlaşma memorandumu imzalandı. İndi tarixən belə olub ki, vətəndaş müharibəsindən çıxan ölkələrdə əhali sabitliyə belə deyək, əməl etməlidir və bundan sonra iqtisadi inkişaf başlaya bilər. Əks halda heç bir sosial-iqtisadi durumun yaxşılaşmasından söhbət gedə bilməz. Bunun üçün ilkin növbədə əhalinin əlində olan kiçik çaplı silahlar yığılmalıdır və çox yaxşı ki, Suriyanın daxili işlər orqanları bu istiqamətdə müəyyən əməliyyatlar həyata keçirir və bununla bağlı son dövrlər mətbuatda məlumatlar da getməkdədir. Yəni, bu deməkdir ki, insanlar bir-birinə qarşı anlaşılmazlıqları silah gücünə yox, hüququn üstünlüyü prinsipi ilə ayrı etməlidirlər. Amma bundan başqa məsələ bundadır ki, Suriyada əhali təkcə bir-birinə qarşı yüngül silahlardan istifadə edərək müharibə aparmayıb. Eyni zamanda qruplaşmalar olub, tayfalar arası münaqişələr baş verib, nəsillər arası qarşıdurmalar baş verib və Bəşər Əsəd hökuməti Suriyanı belə bir vəziyyətə salıb. Və bu da təbii olaraq onların əlində ağır silahların toplanması ilə nəticələnir. Eyni zamanda
biz qeyd etməliyik ki, Suriya ərazisində zaman-zaman terrorçu qruplaşmalar toplaşıblar. PKK və onun töküntüləri və bunu da Türkiyə Cumhuriyyətinin həm təhlükəsizlik qüvvələri, həm də Cumhurbaşqanı dəfələrlə ifadə edib. Və onlar əllərində topladığı bu silahlarla Türkiyə hökumətinə, Türkiyənin ərazi bütövlüyünə qarşı qəsdlər ediblər. Eyni zamanda Suriyada əmin-amanlığın pozulmasına çalışıblar. İndi bu Dürzilərlə Daxili İşlər Nazirliyi arasındakı bu anlaşma president yaradacaqmı digər qruplar üçün də? Məsələ bundadır ki, Suriyada daxili sabitliyin təmin olunmasında Türkiyənin müstəsna rolu var. Və biz bundan əvvəl də Türkiyənin həmin MİT rəhbərinin, eyni zamanda ordu komandanlığının bir neçə dəfə Suriya rəhbərliyi ilə görüşlər keçirdiyini, danışıqlar apardığını görmüşük. Və əgər Suriya hökuməti daxildə kiçik həcmli çaplı silahların yığılması prosesinə başlayıbsa, hesab edirəm ki, artıq iri qruplaşmaların da bu cür prosesə cəlb olunması belə deyək, ölkə daxilində həmin qruplaşmaların ayağa qalxması ilə nəticələnəcək. Onlar müəyyən qədər hökumətə tabe olmaya bilərlər. Amma düşünürəm ki, artıq proses getməkdədir. Onlar bu prosesin qarşısını ala bilməyəcəklər. Ola bilər ki, hansısa bölgələrdə və ərazilərdə müəyyən hökumət qüvvələri müqavimətlərlə rastlaşsın, xüsusilə terrorçu qruplaşmaların müqavimətinə rast gəlsin. Amma bununla belə onu dayandırmaq olmayacaq. Və xüsusi təhlükəli nüans ondan ibarətdir ki, həmin bu terrorçu qruplaşmalar bir çox hallarda Qərb ölkələri tərəfindən və yaxud İsrail tərəfindən də maliyyələşdirilib və bunu da unutmaq lazım deyil. Çünki onların əlində olan silahlar da dəfələrlə sübut olunub və bunun biz şəkillərini mediada da görmüşük ki, Qərbdə istehsal olunmuş silah sursatlardır. Və bunlar deməli məqsədyönlü şəkildə silahlandırılıb. Artıq iki proses getməlidir. İlk növbədə onların silah təminatının qarşısı alınmalıdır. Düşünürəm ki, Birləşmiş Ştatlar artıq buna razılaşıb və Suriyada terrorçu qruplaşmaların silahlanmasına heç bir yardım göstərmir. Amma biz buna digər dövlətlərin də bu şəkildə əməl etməyinə əmin olmalıyıq. Bu dəqiq belədirmi? Çünki bunun üçün əlimizdə tutarlı faktorlar yoxdur. İkinci bir tərəfdən bu qruplaşmalar silah təminatı kəsildikdən sonra onlardan silahların davamlı olaraq təhvil alınması və eyni zamanda bu prosesdə hesab edirəm çox diqqətli şəkildə silahsızlaşdırma getməlidir. Çünki zaman-zaman əgər bunlar silahları təhvil verdiklərini gördükcə həm dinc əhali, həm də təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərəcəklər ki, bu da insan itkisi ilə belə deyək, nəticələnə bilər. Amma ümumilikdə prosesin qarşısını almaq mümkün olmayacaq. Çünki burada Türkiyədə maraqlıdır ki, onun sərhəd boyu ərazilərində və sərhədli olduğu ölkədə heç bir silahlı qruplaşma qalmasın. Və indiyə qədər də Türkiyə biz müşahidə etmişik ki, Suriya ərazisində bir neçə dəfə antiterror əməliyyatları keçirib və bu əməliyyatlar nəticəsində də yüzlərlə terrorçu zərərsizləşdirilib, onların silahları ələ keçirilib.